Azərbaycanın iqtisadi rayonları haqqında bilməli olduğumuz vacib məqamlar var. Bunlar hansılardır? Bilirik ki, 14 iqtisadi rayonumuz var və onlardan əhalisi ən çox olan təbii ki, Bakı iqtisadi rayonudur. Paytaxt mövqeyi, iş yerlərinin çoxluğu, universitetlər, elm təhsil mərkəzi olması təbii ki, Bakının əhalisinin də mexaniki artım hesabına artmasına səbəb olub. Mexaniki artım nədir? Yəni kənardan gələnlər hesabına əhalisi artır. Təbii artım isə cəmi 1000 nəfərə 1 nəfər təşkil edir. Daha sonra ikinci yerdə durur Lənkəran Astara. Təbii artım yüksəkdir. Əhalisi də 960 min nəfərdir. Daha sonra həmçinin Lənkəran Astarada əhalinin sıxlığı da çoxdur. Sonra üçüncü yerdə Qarabağ iqtisadi rayonu durur. Qarabağ iqtisadi rayonu sahəsinə görə ən böyük olsa da, əhalisinə görə üçüncü yerdədir. Dördüncü yerdə isə Mərkəzi Arandır. Ən azından ilk 3-ün, 4-ün bilin. Ən az isə Dağlıq Şirvandadır. Bunu da bilmək asandır əslində. Çünki orada Qobustan, Şamaxı, İsmayıllı, Ağsu kimi yüksək dağlıq rayonlarımız yerləşir. Orada da əhalinin sayı təbii ki də azdır. Baxın, 13-cü yerdə Şərqi Zəngəzurdur, daha sonra Dağlıq Şirvan. Naxçıvan, Şərqi Zəngəzur, Dağlıq Şirvan əhalisinin azlığına görə fərqlənir. Daha sonra isə baxırıq, iqtisadi rayonlarının sahəsinin çoxdan aza doğru sırası. İqtisadi rayonlardan sahəsi ən böyük olan Qarabağdır. 9 inzibati rayonu var. Daha sonra Şəki-Zaqataladır. Daha sonra Qazax-Tovuz, Quba-Xaçmaz. Belə də saxlaya bilərsiniz. Qara Şəki, Qaz, Qu. Çəşi Qu qaz olardı, amma Qazqu belə də saxlamaq lazımdır. Ən kiçik olan təbii ki də Bakıdır. Bir şəhəri var. Abşeron xızı 2 rayon daxildir bura. Yəni Abşeron xızı, daha sonra Bakı. Bunları belə təxmini bir sıralama ilə ən azından bilmək lazımdır. İnzibati rayonların sayına görə ən çox inzibati rayon Qarabağdadır. Daha sonra 9 inzibati rayon var. Naxçıvanda 7, Aran, Şəki, Zaqatala, Lənkəran, Astarada isə 6 inzibati rayon var. Bunu 4-5 belə əzbərləməkdənsə, yəni say olaraq həmin iqtisadi rayonlara daxil olan inzibati rayonların özlərini bilməniz daha vacibdir. Çünki testlərdə inzibati rayonlar haqqında daha çoxlu suallar olur.